Vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Dəyərli 4-cü sinif riyaziyyat dərsliyindən yeni nəşrlərdə test 36, köhnə nəşrlərdə test 22-nin izahına baxırıq. Birinci sualda bizə deyir ki, 120 metr parçadan eyni sayda uşaq və böyük kostyumu tikirlər. Hər bir uşaq kostyumuna 1 metr 80 cm, hər bir böyük kostyumuna isə 4 metr 20 cm parça işlənmişdir. Cəmi neçə kostyum tikilmişdir? Deməli 120 metr parça var. Və bir uşaq kostyumuna 1 metr 80 cm, yəni 180 cm, bir böyük kostyumuna 4 metr 20 cm, yəni 420 cm parça işlənir. Onda bir uşaq üstəgəl bir böyük kostyumu cəmi nə qədər parça aparır? 180 üstəgəl 420 bərabərdir 600 cm və bu da bərabərdir 6 metr. Yəni hər dəfə bir uşaq bir böyük kostyumu tikəndə 6 metr parça işlənir. 120 metr parça var idi. 120-nin içərisində neçə dəfə 6 metr parçadan istifadə olunur? 20 dəfə. Və bu 20 dəfə bir uşaq və bir böyük kostyumunu göstərir. Yəni ona görə də 20-ni vururuq 2-yə. Çünki yəni 6 metrin içərisində hər dəfə bir uşaq və bir böyük kostyumu tikilir və bu 6 metr 120-nin içərisində 20 dəfə istifadə olunur və hər dəfə 20 dəfə istifadə olması o deməkdir ki, həm uşaq kostyumu tikildi, həm də böyük kostyum. Ona görə 20-ni vururuq 2-yə, cəmi 40 kostyum alınır. Yəni cavab D variantıdır. İkinci məsələdə bizə deyir ki, Ayanın evi ilə məktəbin arası 520 metrdir. Həftə içi hər gün bir dəfə məktəbə gedib evə qayıdan Ayan 5 günlük bir dərs həftəsi ərzində bu yolda neçə metr qət edər? Deməli, məktəbdən ev arası məsafə 520 metrdir. Yəni bir dəfə gedəndə 520 metr yol qət etmiş olursan, qaydanda da yenə həmin 520 metr yol qət etmiş olursan deyənə, yəni bir dəfə gedib qaydanda cəmi sən nə qədər yol yəni Ayan nə qədər yol qət etmiş olur? 1040 metr yol qət etmiş olur bir dəfə gedib gələndə. Və 5 günlük dərs həftəsidir. Yəni 5 gün gedir bu yolu. Hər dəfə gedib qaydanda 1040 metr məsafə qət etmiş olursa, 5 gün getsə nə qədər məsafə qət etmiş olar? 5-i vururuq 1040-a. O da eləyəcək 5200 metr. Yenə də deyirəm, izah edirəm. Məsafə, məktəblə ev arasında məsafə 520 metrdir. Və Ayan hər gün bir dəfə məktəbə gedir və qayıdır. Gedəndə 520 metr məsafə qət etmiş olur. Qaydanda da 520 metr. Nəticədə 1040 metr məsafə qət etmiş olur. Bir gündə, yəni həm gedib, həm də qaydanda cəmi 1040 metr məsafə qət etmiş olur. Əgər o 5 gün ərzində gedib qayıtsa, onda nə qədər məsafə qət etmiş olar? 5-i vururuq 1040-a. Sonra 3-cü məsələyə baxaq. Dəmir yolunda hər birinin uzunluğu 1 metr 50 cm olan 16000 rels istifadə olunmuşdur. Bu reysləri sökərək yerinə hər birinin uzunluğu 2 metr olan reyslər çəkilərsə, yeni reyslərdən neçə ədəd lazım olacaq? Deməli, deyir ki, dəmir yolunda hər birinin uzunluğu 1 metr 50 cm olan 16000 rels istifadə olunmuşdur. Deməli, birinin uzunluğu 1 metr 50 cm-dir, yəni 150 cm-dir. Və cəmi 16000 rels istifadə olunmuşdur. Onda bu reyslərin ümumi uzunluğu, yəni dəmir yolunun ümumi uzunluğu nə qədərdir? 16000-i vurarıq 150-yə. Bu da edəcək 2.400.000 santimetr. Yəni dəmir yolunun uzunluğu onun daxilində olan reyslərin uzunluqları cəminə bərabərdir. Bir reysin uzunluğu 150 cm-dir və bu dəmir yolu 16000 reysdən təşkil olunmuşdur. Onda reyslərin sayını bir reysin uzunluğuna vuraraq reyslərin uzunluğunu, yəni ümumi reyslər 16000 reys nə qədər yer tutur onu tapmış oluruq. Dolayı yolla dəmir yolunun uzunluğunu tapmış oluruq əslində. Və bu da 2.400.000 santimetrə bərabər olur.
və bildirir ki, bu reysləri sökərək yerinə hər birinin uzunluğu 2 metr olan reys çəkilərsə, yeni reyslərdən neçə ədəd lazım olacaq? Yəni biz artıq bildik ki, dəmir yolunun uzunluğu və yaxud reyslərin ümumi uzunluğu 2.400.000 santimetrdir. Yəni əgər birinin uzunluğu 2 metr olsa, onda bu 2.400.000 santimetrlik reysin içərisində nə qədər reys istifadə olunmuş olacaq? 2.400.000-i də qayıdıb bölürük. Yəni 2.400.000 santimetrdir. 2 metri də santimetrə çeviririk bir reysin uzunluğuna. O da eləyir 200 santimetr. 200'e bölürük. Buradan da tapırıq ki 12.000 santimetrdir bir daha doğrusu 12.000 reys lazım olacaq. Eğer uzunluğu 200 santimetr reyslər çekilərsə bu yola, onda 12.000 reys lazım olacaq. Dördüncü məsələdə deyir ki, uzunluğu 32 santimetr olan bitki 25 gün sonra 1 metr 7 santimetr oldu. Bitki gündə orta hesabla neçə santimetr böyüdü? Əvvəlcədən bitkinin 32 santimetr uzunluğu var. Və 25 gündən sonra 1 metr 7 santimetr oldu. Biz 25 gün ərzində nə qədər böyüdü hər gün bilmirik. Yəni bunu x-lə göstərək. Və yəni 32 santimetr boyu var idi. 25 gün ərzində x santimetr qədər də böyüdü. Axırda oldu boyu 1 metr 7 santimetr. Bunu da santimetr çevirsək 107 santimetr eləyir. Buradan x-i taparıq. 107-dən 32 çıxırıq. X da bərabərdir 75 santimetr. Yəni bu 75 santimetr nəyi göstərir? 25 gün ərzində bitki hər gün nə qədər böyüyüb onu göstərir. Cəmi 75 santimetr böyüyüb 25 gün ərzində. Onda bir gündə nə qədər böyüyürmüş? 75-də qayıdıb 25-ə bölürük. O da eləyir 3 santimetr. C variantı. 5-ci sualda deyir ki, 1 metr 60 santimetr olan parçanın 5də 1 hissəsi 7 dəfə kəsilməklə bərabər hissələrə bölündü. Hər hissənin uzunluğu neçə santimetrdir? 1 metr 60 santimetr olan parçanın 5də 1 hissəsi. Əvvəlcə 1 metr 60 santimetri santimetrə çevirək 160 santimetr eləyir. 160-ın 5də 1 hissəsi, yəni 160-ın 5də 1-ini tapmaq üçün 160-ı 5-ə bölərik. Vurarıq 1-ə. O da eləyəcək 32 deməli santimetr. Yəni 5də 1 hissəsi 32 santimetrdir. Deyir bu 32 santimetrlik parça 7 dəfə kəsildi, bərabər hissələrə bölündü. Biz demişik ki, hissə kəsim məsələlərində, yəni kəsimlərin sayı hissələrin sayından bir vahid az olur. Əgər deyirsə 7 dəfə kəsilib 32 santimetrlik parça, onda neçə hissə əmələ gəlib? 8 hissə əmələ gəlib. Və hər hissənin uzunluğunu tapmaq üçün ümumi parçanın uzunluğunu yaranan hissələrin sayına bölməklə bir hissənin uzunluğunu tapırıq. O da eləyir 4 santimetr. Yəni bunu vizual olaraq da göstərsək əgər, məsəl üçün bu 32 santimetrlik parça olsun, tutaq ki, belə bir parça çəkdik. Bunu əgər biz 7 dəfə kəssək, bərabər yerlərə kəssək, 1, 2, 3, 4, 5, 6, biraz da uzadaq bunu, 7 dəfə kəsmiş olaq. Və bu 7-ci kəsim. Baxın, burada neçə hissə yarandı? Kəsdim, neçə dənə hissə yarandı? Sayaq hissələrin sayını 1 hissə, 2, 3, 4, 5, 6, 7, 8. 8 hissə yarandı. Parçamız 32 santimetr uzunluğundaydı. 8 hissəyə bölündü. Yəni 7 dəfə kəsilməsi onun 8 hissəyə bölünməsi deməkdir. Bir hissənin uzunluğunu tapmaq üçün bəzən şagirdlər fikirləşir ki, 32-ni gəlib 7-yə bölsün. 7-yə bölməməliyik. Biz bir hissənin uzunluğunu tapanda parçanın ümumi uzunluğunu hissələrin, yaranan hissələrin sayına bölməliyik. Kəsimlərin sayına yox. Hissələr də 8 olduğu üçün 32-ni 8-ə bölürük. Bir hissənin uzunluğunu tapırıq. Bu deyilir 4 santimetr. B. Deməli, qeyd kimi götürək. Hissələr kəsimlərdən bir vahid çox olur. Bunu dəftərinizə qeyd edərsiniz. 6-cı sualda deyir, 6 metrlik məfdili 4də 1 metrlik hissələrə böldülər. Neçə hissə alındı? 6 metri santimetrə çevirək. 6 metrimiz 600 santimetrdir.
4'te 1 metri də bunları eyni vahidə gətirik. Santimetrə çevirək. 1 metr 100 santimetrdir. 100 santimetrin 4'te 1'ini tapsaq əgər 100 bölü 4 vur 1. Bu da eləyir 25 santimetr. Yəni 600 santimetrlik bir məfdili 25 santimetr hissələrə böldülər. Və neçə hissə yarandı? 600 bölürük 25'ə. Bu da eləyir 24. Cavab E variantı. 7-ci sual. 4 desimetr 6 metrin 5'te 1 hissəsinin hansı hissəsidir? Əvvəlcə 6 metrin 5'te 1 hissəsini tapaq. Buna görə fikirləşir. Yəni baxsaz əgər görərsiniz ki, 6'nın 5'te 1'ini 6'nı 5'e bölüb 1'e vurmaq olmur. Buna görə də metri desimetrə çevirmək olar. 6 metr 60 desimetrdir. 60 desimetrin 5'te 1'ini tapanda 60'ı bölürük 5'e vururuq 1'e. O da edir 12 desimetr. İndi deyir ki 4 desimetr və aldığımız 6 metrin 5'te 1 hissəsi elədi 12 desimetr. 4 desimetr 12 desimetrin hansı hissəsidir? 12'də 4 hissəsidir. Bunu da ixtisar eləsək əgər 3'də 1 hissəsi olur. A variantı. 8-ci sualda deyir ki, təkliflərdən hansılar doğrudur? Yalnız eyni bir kəmiyyətə aid ölçü vahidlərinin birini digəri ilə ifadə eləmək olar. Bəli, bu doğrudur. Yəni burada onu demək istəyir ki, məsələn, uzunluq ölçü vahidlərini yalnız uzunluq ölçü vahidləri ilə ifadə edə bilərsən. Uzunluq ölçü vahidləri hansılardır? Metr, kilometr, santimetr, millimetr və s. Yəni bunları bir-biri ilə əvəz edə bilərsən. Məsələn, kilometrdən metrə keçə bilərsən, metrdən santimetrə və s. Məsəl üçün var kütlə vahidləri. Kütlə vahidlərində yalnız özlərini öz aralarında bir-biri ilə əvəz edə bilərsən. Birini digəri ilə ifadə edə bilərsən. Məsəl üçün kiloqramı qramla, qramı milliqramla və s. Tutum ölçü vahidlərini yalnız yəni öz aralarında bir-biri ilə əvəz edə bilərsən. Litri millilitrlə, millilitri litrlə, belə yəni. Bu o deməkdir. Sonra ikinci sualda deyir ki 1 kilometr 1 santimetrin 100 qatıdır. Xeyr, bu yanlışdır. Üçüncü sualda deyir ki 1 metr 1 desimetrdən neçə dəfə böyükdürsə 1 kilometrdə 1 metrdən həmin dəfə böyükdür. Baxın 1 metr 1 desimetrdən 10 dəfə böyükdür. 1 kilometr isə 1 metrdən 1000 dəfə böyükdür. Yəni bu yanlışdır. Dördüncüdə deyir uzunluq ölçü vahidlərinin hər biri digərindən 10 dəfə böyükdür. Xeyr, bu da yanlışdır. Çünki uzunluq ölçü vahidlərinin içərisində kilometr və metrin arasında 1000 dəfə fərq var. 5-ci sualda deyir ki 1 metr deməli 1000 millimetrdir. Bəli, bu doğrudur. 1-ci və 5-ci doğrudur. 8-də A variantıdır. 9-cu sualda deyir ki uzunluğu 4 metr 16 santimetr olan ipin 4'te 1 hissəsi hər biri 5 bərabər hissəyə bölündü. Hər hissənin uzunluğu neçə millimetrdir? Deməli ipin uzunluğu 4 metr 16 santimetrdir və ipin 4'te 1'ini 5 bərabər hissəyə bölürlər. İlk növbədə biz ipimizin 416 santimetrli ipimizin 4'te 1'ini tapaq. 416'nı bölək 4'e vuraq 1'ə. Bu da eləyəcək deməli 104 santimetr. 104 santimetrli ipi 5 bərabər hissəyə bölüblər. İndi fikirləşə bilərsiniz. 104'ü neçə 5'ə bölək? Həmin məqamda artıq biz baxırıq sualın sonuna. Bizdən sualın cavabı millimetrdən istənilir. Onda 104 santimetri millimetrə çevirək. 1 santimetr 10 millimetrdir. 104'ü vursaq ona eləyəcək 1040 millimetr. İndi isə 1040'ı 5 bərabər hissəyə asanlıqla bölə bilərik. 1040'ı bölürük 5'ə. O da eləyir deməli 208. Bir hissənin uzunluğu 208 santimetrdir. D variantı. 10-cu sualda deyir. Topdakı 40 metr parçanın yarısından hər biri 2 metr 50 santimetrlik don, qalanından isə hər biri 80 santimetrlik köynək tikildi. Köynəklərin sayı donların sayına nə qədər çoxdur? 40 metr parça, topda 40 metr parça var, yarısı 20 metrdir. 40 bölürük 2'ye, yarısı 20 metrdir. İndi deyir 20 metrdən, yəni yarısından hər biri 2 metr 50 santimetr olan don tikilib. Onda 20 metri çevirək santimetrə. 20 metrimiz neçə santimetrdir? 1 metr 10 santimetr, 100 santimetr isə 20'ni vururuq isə eləyir 2000 santimetr. Yəni 2000 santimetrlik parçadan hər biri 2 metr 50 santimetr, yəni 250 santimetr olan don tikilib. Onda 2000'in içərisində 250 santimetrlik 2000 santimetrlik parçanın içərisindən 250 santimetrlik neçə dənə don çıxar? 2000'i bölərik 250'yə. Eləyər 8 don.
Və sonra da deyir ki, bizə qalanından isə, yəni topda olan 40 metr parçanın qalanından, qalanı nə qədər idi? Yarısından don tikilib, yəni 20 metrindən. Qalanı da elə 20 metrdir. 40-dan 20 çıxırıq 20. Qalanından, yəni həmin o 20 metrdən, o da çevirsək santimetrə, yəni 2000 santimetr eləyir. Hər biri 80 santimetrlik köynək tikildim. Baxın, 2000 santimetrlik parçadan hər biri 80 santimetr olan neçə köynək çıxa bilər? 2000-i bölürük 80-ə. Bu da eləyir 25. 25 köynək çıxa bilər maksimum. Ən çoxu. Sonra bizdən soruşur, köynəklərin sayı onların sayından nə qədər çoxdur? 25 köynəyi tikildi, 8 don tikilmişdi, 25-dən 8 çıxırıq, tapırıq. Köynək nə qədər dondan çoxdur? Bu da eləyir 17. B variantı. Ümidvaram faydalı oldu.